We want to hear your opinions about the game. Unfortunately, draw today. We start very good. First half we play amazing, but these kind of games we should finish like to score third or fourth goal. We have the chance, and then I don't know why we move back, and we let them to play. We give them space. We give them ball. I don't know what to say. That can make me angry because we give them. We were a better team on the pitch, but last, let's say, 20-30 minutes was like unacceptable. Deyir ki, bizim üçün üzücü nəticə idi. Oyuna yaxşı başlamışdıq. Hətta ilk hissədə qol bulmağı da bacardıq. İkinci hissədə yaxşı başlamışdıq. Lakin son 20-30 dəqiqədə nə baş verdisə, onlar bizdən üstün olmağı bacardılar. Halbuki biz meydanda güclü idik və mən çox bu vaxtda əsəbləşirəm ki, biz çox yaxşı olduğumuz halda, hücumlarımız olduğu halda sonda yəni boş yerinə hesabı verdiyi dəqiqə və dəqiqədə bu şansdan faydalanaraq fərqləməyə bacardı. Yəni oyunun sonunda biz konkret topu ola verdik oyununda yəni. Yeni başlayıcı hakkında ne diyebilirler? Yani ne tüm üstünlükler var? Yani, okay, it was your first game with new coach. What can you say about your opinions about coach, differences between Samir Aposol? Yeah, from beginning, first different what I can say is that he bring discipline. I think all we see first half how we play discipline. We didn't give them almost nothing. Second half, I think that we stay without power or something. But what can make me happy that we will continue to play like first half even until the end, because game it's 90-95 minutes, not 60. So I think in front of us is good. Deyir ki, bu ən gördüyüm fərqli cəhətlərdən biri ilk hissədə ümumiyyətlə disiplinli oynamağımız idi. Yəni bu ən böyük gördüyüm fərqlərdən biridir. Və onu da deyə bilərəm ki, biz məni xoşbəxt edən şeylərdən biri oldu ki, ilk hissədə oynadığımız yaxşı oyunu digər oyunlarda da davam etdirsə, işlər yaxşı yerə bilər. Sadəcə ikinci hissədə nə oldusa, birdən oyunumuzu itirdik və çətinlik çəkdik. Amma ilk hissədəki oyun məni biraz qane edir və düşünürəm ki, bu yeni məşqin özünü göstərməsidir və yaxşı cəhətlərdən biridir. Komanda nə dedi? Yəni baş məşqçi gəlişində hansı hədəflərin olduğunu dedi? Has your coach told the team about the goals of the team? Not you mean now after match? No. After he comes as a coach. You mean did he analyze other previous games? Overall team's goal, not just one game. Yeah. We watched some game. I think yes, we analyzed last game. We saw where we gave too much space to Sabah, and we try to fix. We showed that we can do it in the first time, like you saw. We did it. We play like man to man, like together. But unfortunately, second half, I don't know. Deyir ki, əsas hədəflərdən biri ilk Sabah basılma olduğunu götürməmişdir. Bu vaxta qədər olan müddətdə itirdiyimiz hal əsasda Sabahla olan hal fərqidir və bizim məqsədimiz hal-hazırda Sabahla olan hal və fərqini azaldaraq yuxarı pillərini təmin etməkdir. Yəni əsas məqsəd bundan ibarətdir. Yəni hal qazanmaq. Deməli, Neftçi Azizistan curves that they mostly dominate in the first half and they manage to lose or draw in the second half. They lose their dominance. What can you say about it? I don't believe in these curves. We just give them. We were better team, like I said. I
don't know, we just give them space, give them ball, we drop too much down, and I don't know, this can happen, but I don't know. Demək istəyir ki, yox, mən belə bir lənətin olduğunu inanmıram. Yəni sadəcə ikinci hissədə biz topu onlara verdik və üstünlüyü uduzduq. Yəni belə bir uzun sözü qısası belə bir lənətin olduğunu inanmıram. Sadəcə bu oyun çox bəxtsiz oldu, çox ucuz oldu bizim üçün ki, birinci hissədə belə yaxşı oynadığımız, yəni konkret rəqibdən üstün oynadığımız bir maçda üstünlüyü əldən verdik. Çox sağ olun. Okay,